Assalamu aleykum, əziz izləyicilər və hörmətli müsəlman qardaş bacılar. May ayının 27 və 28-i ölkəmizdə Qurban Bayramı qeyd olunacaq. Bu mübarək günlər ərəfəsində din xadimi, ilahiyyatçı Hacı Surxay Məmmədlinin Qurban ibadəti ilə bağlı paylaşdığı dəyərli fikirləri sizinlə ətraflı şəkildə bölüşmək istəyirik. Hacı Surxay öncə Qurani Kərimdən çox mühüm bir ayəni xatırladır. Qurbanların nə əti, nə də banı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır. Həc surəsi 37. Bu ayə qurban ibadətinin əsl mahiyyətini açıq-aşkar izah edir. Yəni, əsas məqsəd heyvan kəsmək və ya mərasim keçirmək deyil. Əsas olan insanın Allaha olan səmimi ixlası, yaxınlaşmaq niyyəti, təqvası və paylaşmaq ruhudur. Qurban kəsmək vacibdirmi? Hacı Surxay aydın şəkildə bildirir ki, qurban kəsmək hər bir müsəlmana vacib hökm deyil. Bu ibadət yalnız həc ziyarətində olan və müəyyən şərtləri yerinə yetirən hacılar üçün vacibdir. Həcdə olmayan müsəlmanlar üçün isə qurban kəsmək çox böyük savab və tövsiyə olunan sünnə əməldir. Maddi vəziyyət və borc məsələsi. Bir çox insan cəmiyyət təzyiqi və ya hamı kəsir hissi ilə özünü məcbur hiss edir. Hacı Surxay xüsusi vurğulayır. Əgər maddi imkanınız yoxdursa və ya ailə büdcənizə, gündəlik həyatınıza çətinlik yaradacaqsa, mütləq borc götürüb qurban kəsməyə ehtiyac yoxdur. Din, insanı çıxılmaz vəziyyətə salmaq üçün deyil, ölçülü və hikmətli davranmaq üçün gəlib. Allah heç kəsi gücündən artıq yükləmir. İmkanınız varsa və borc götürsəniz də onu rahatlıqla qaytara biləcəksinizsə, bu fərdi qərardır. Amma əsas məsələ ixlas və ağıllı davranmaqdır. Qurbanın ruhu nədədir? Qurban bayramının əsas məqsədi paylaşmaq, ehtiyac sahibini sevindirmək, cəmiyyətdə mərhəmət və fədakarlıq hissini gücləndirməkdir. Təəssüflər olsun ki, bəzən bu ibadət sosial nümayiş vasitəsinə çevrilir. İnsanlar yalnız yaxın qohumlara paylayıb, həqiqətən ehtiyacı olanları unudurlar. Halbuki, din insanın ləyaqətini və qürurunu qorumağı da əmr edir. Yardım edərkən təvazökar və səmimi olmaq vacibdir. Qurbanın ruhu nədədir? Qurban bayramının əsas məqsədi paylaşmaq, ehtiyac sahibini sevindirmək, cəmiyyətdə mərhəmət və fədakarlıq hissini gücləndirməkdir. Təəssüflər olsun ki, bəzən bu ibadət sosial nümayiş vasitəsinə çevrilir. İnsanlar yalnız yaxın qohumlara paylayıb, həqiqətən ehtiyacı olanları unudurlar. Halbuki, din insanın ləyaqətini və qürurunu qorumağı da əmr edir. Yardım edərkən təvazökar və səmimi olmaq vacibdir. Heyvan seçimi və davranışı. Digər vacib məsələ heyvanın sağlamlığıdır. Qurbanlıq heyvan sağlam, ciddi qüsuru olmayan və uyğun yaş həddində olmalıdır. Bəzən ucuz olduğu üçün xəstə və ya qüsurlu heyvan seçilir ki, bu da düzgün deyil. Həmçinin heyvana qarşı münasibət çox önəmlidir. Qurban ibadəti mərhəmət dərsidir. Heyvana kobud davranmaq, ona əziyyət vermək bu ibadətin ruhuna tam ziddir. İmkanı olmayanlar nə etməlidir? Hacı Surxay izah edir ki, maddi imkanı olmayan insan heç vaxt özünü narahat və ya günahkar hiss etməməlidir. Bu ibadət hər kəsə vacib deyil. Belə günlərdə başqa xeyirxah əməllər edə bilərsiniz. Ehtiyac sahiblərinə yardım etmək, ailə üzvlərinizi sevindirmək, daha çox dua etmək və Quran oxumaq, digər sədəqə növləri ilə iştirak etmək. Nəticə, Qurban bayramı insanın paylaşmağı, mərhəməti və fədakarlığı öyrəndiyi böyük mənəvi məktəbdir. Bu bayramı sosial yarışa deyil, qəlbimizin təmizlənməsinə çevirək. Bayramınız mübarək olsun. Allah qurbanlarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etsin. Amin. Allah hər birimizi doğru yolda saxlasın. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Yeni videolarda görüşənədək.